Raketlərin kosmosa çıxması bir çox insan üçün aydın görünsə də, onların yerə necə geri qayıtması əslində daha mürəkkəb və elmi proseslərə əsaslanır. Bu proses yenidən giriş adlanır və fizika, aerodinamika, istilik ötürülməsi və mühəndisliyin birgə işlədiyi kritik mərhələdir. Əvvəlcə bir məsələni dəqiqləşdirək. Kosmosa gedən raketin hamısı geri qayıtmır. Raket adətən bir neçə mərhələdən ibarət olur. İlk mərhələlər yanacaq bitəndən sonra ayrılır və ya okeana düşür, ya da atmosferdə yanaraq məhv olur. Geri qayıdan hissə əsasən kapsul, kosmik gəmi və ya müasir texnologiyada yenidən istifadə edilə bilən raket mərhələsidir. Kosmosda hərəkət edən obyekt yer ətrafında saniyədə təxminən 7-8 km sürətlə dövr edir. Bu qədər böyük sürətlə yerə qayıtmaq birbaşa düşmək demək deyil, çünki bu halda obyekt tamamilə yanar. Ona görə də kosmik aparat əvvəlcə mühərriklərini qısa müddətlik işə salaraq sürətini azaldır. Bu manevr trayektoriyanı dəyişir və aparatı tədricən atmosferə daxil olan yol üzərinə salır. Atmosferə giriş ən təhlükəli mərhələdir. Kosmik aparat yer atmosferinə çox böyük sürətlə daxil olduqda, hava hissəcikləri onun qarşısında sıxılır. Bu sıxılma nəticəsində temperatur 1500-3000 dərəcə Selsiyə qədər yüksəlir. Maraqlıdır ki, raket bu istilikdən havanın sürtünməsi ilə yox, əsasən havanın sıxılmasından yaranan istiliklə qızır. Bu səbəbdən kosmik aparatların üzərində xüsusi istilik qoruyucu örtüklər olur. Bu istilik qoruyucu sistemlər fərqli işləyir. Bəziləri yüksək temperatura davamlı keramika materiallardan hazırlanır, bəziləri isə tədricən yanaraq istiliyi öz üzərində saxlayır və daxili hissəyə keçməsinə mane olur. Məsələn, Apollon kapsulları yanaraq aşınan qoruyucu təbəqədən istifadə edirdi. Space Shuttle isə keramika plitələrlə qorunurdu. Sürət azaldıqca və hündürlük aşağı düşdükcə, aparat artıq adi aerodinamiki qanunlara tabe olur. Bu mərhələdə paraşütlər açılır və ya müasir raketlərdə olduğu kimi mühərriklər yenidən işə salınır. SpaceX-in Falcon 9 raketləri bu mərhələdə mühərriklərini yandıraraq sürəti dəqiq şəkildə tənzimləyir və vertikal eniş edir. Bu, kosmos texnologiyasında böyük inqilab hesab olunur. Nəticə olaraq raketlərin kosmosdan geri dönməsi sadəcə eniş deyil, əvvəlcədən hesablanmış trayektoriya, dəqiq sürət azaldılması, yüksək temperaturdan qorunma və nəzarətli eniş mərhələlərinin birləşməsidir. Bu prosesdə edilən ən kiçik səhv kosmik aparatın məhv olmasına səbəb ola bilər. Məhz buna görə kosmosdan yerə qayıdış, kosmosa qalxış qədər bəzən isə ondan da çətin hesab olunur.